Salam aleyküm. Ferromedikal tibb mərkəzindəyəm. Şəhra xanım ginekoloji həkimdəyim. Çox gözəl həkimdir, bitkilərlə müalicə edir. Çox xanımlar bu süd vəzi ətrafında olan belə deyim də düyünlər, kistalar və s. yubadırlar, gecikdirirlər, pis vəziyyətə gətirib çıxardırlar. Bunun zamanında yoxlatdırmaq lazımdır. Gözəl həkim bizə bir məlumat versin, necə eləmək olar. Xanımlar bu vəziyyətə gəlib düşməsinlər. Salam. Mən müraciət etmək istəyirəm ümumiyyətlə xanımlarımıza ki, və ən çox da anaların üzərinə bu yük düşür ki, uşaqları, qız uşaqlarını vaxtında müayinə eləsinlər. Xanımlarda təkcə proses getmir, daha qız uşaqlarında da baxırsan ki, yaşları azdır, təsadüfən aşkarlanan problemlər var ki, onları mütləq, yəni vaxtında ən azından... Mütəmadi yoxlamaq lazım. Bəli, yəni ki, ildə bir dəfə uşaqlar da, uşaq belə olsa onu gətirin, yəni ki, süd vəzləri yoxdur, çox artıb, o barədə olan problemlərimiz çoxdur. Yəni, təsəvvür edin ki, hər il 15 gələn xanımlarında haradasa bir, mən sizə deyim ki, 6 nəfərində aşkarlana bilir. Ona görə mənim xahişim odur ki, bir mütləq fərq eləmir harada, amma bir diqqətli olsunlar, çünki xəstəxanalarda mən bir şey deyim sizə, mən özüm də 36 yaşıma qədər heç yoxlanmadım, axırda ağziyarda 10 sant şiş çıxdı. Yəni, bunun zaxtında yoxlanmaq lazımdır. Bilirsiniz, təsadüfən aşkarlanır. Lal gedir, ağrısız gedir, süd vəzində, istəyir ginekolojide uşaqlıq boynunda gedən fəsadlar. Bunlar lal gedir, ağrı vermirlər, yəni şikayətsiz gəlirlər. Ona görə adi təsadüf müayinələrdə aşkarlanır. Mən onu müraciət edirəm. Gözəl həkimimiz Ferromedikal tibb mərkəzində çalışır, bitkilərlə müalicə edir ən əsas. Gəlin müraciət edə bilərsiniz, gözəl xanımlar. Buyurun.